Hal-hazırda çöldən gəlmişik. Qızımın deməyə bir dənə kurtkası var idi. Yaşıl kurtka, hansı ki videolarda, vloqlarda da düşürdü qızlar. Demək parça olduğuna görə çox isti saxlamırdı. O dəfə rayona gedəndə demək Forte Kids mağazin var. Xırdalanda da var hansı ki o mağazin. Demək yolumuzun üstü idi deyə keçdik. Oradan belə bir kurtka aldı qızıma. Baxın belə. Deməli belə bir kurtkadır da, sadə. Onsuz da mən qara tünd rəng istəyirdim ki, yəni onsuz da çirklənir. Mən o yaşıl kurtkanı 2 dəfə yumuşdum və ləkəsini apara bilmirdim. Nə bilim, çox açıq rəng kurtka çox çətin olur da. Ona görə belə bir kurtka aldıq. Baxın, demək 50 manatdan düşmüşdü 20 manata. 20 manata bu kurtkanı aldıq. Fikirləşdik ki, 20 manata nə verirlər? Həm uşağı isti saxlayar, içi də belədir. Demək isti saxlayır. Düzdür, bircə bunu bəyəndim orada. Çünki o biri demək kurtkalar həm açıq rəng idi, həm də çox nazik idi və içərisi belə değildi. Amma bircə bu qara kurtka belə qəşəng, içərisi isti idi. Və qızım deyir ki, isti saxlayır da, yəni yaxşıdır, həm də uzundur, belə necə deyirlər, böyrün filan tutur da, uşaqdır indi soyuq olmasın deyə rayona gedəndə aldı. Rayonda həqiqətən çox isti oldu, amma yaxşı ki almışıq. Kapşonu var, buradan zamokla çıxır və yəni mənim çox xoşuma gəldi. Buranı gözəl aldığımız gün elə demək qırdı, bilmirəm, çox dartdı, elədi, oranı qırdı. Amma belə çox keyfiyyətlidir. Yəni çox keyfiyyətli demirəm, lap belə ürəyim getdi, amma kurtkadır da, yəni yaxşıdır, qara rəng sadə bir kurtkadır. Elə indi bunları yerləşdirirdim. Ona görə bu mənim yadınızdadırsa sportivnimdir. Hansı ki Trendyoldan vurmuşdum. Bunu dərzidə düzəltdirmişəm öz əynimə uyğun. Ona görə belə hazırlığa filan gedəndə geyinirəm onu. Bu da ən çox işlətdiyi, geydiyi kurtkadır. Belə içi tüklüdür. Bunu da bir 2 il, 3 il əvvəl almışdıq. Gözəl, amma parça olduğuna görə bu ildə hava biraz şaxtalı keçdi bu aralar. Ona görə gördüm ki, uşaq üşüyür. Həm də qısalıb artıq kurtkası. Ona görə fikirləşdik ki, belə bir kurtka alaq. Yəni belə qızlar. Dedim, sizə də danışım bunları. Bunu yumağa atacağım. Bunu artıq çox geyinib və artıq rəngi dəyişir. Sonra bunları da yerləşdirim və evi toz-toranlamaq istəyirəm. Artıq evin halı xoşuma gəlmir. Burada da yine bir alışveriş videosu görürsünüz. Bazar Store'dan belə alışveriş eləmişdik. İlk dəfədir bu cür hazır nuggetlər alırdıq. Düzdür, dadları xoşuma gəldi, dadı qəşəng idi, endirmə düşmüşdü. Amma yenə də hazır qidadır. Ona görə çox istifadə eləmirəm evdə. Yəni çox az belə necə deyirlər, hazır qidalar alırıq. Belə bir kalbasa idi. Kalbasa da çox tez-tez yemirik, amma ara bir belə yoxlayırıq. Gözəl qarğıdalını çox sevir deyə şirin qarğıdalı almışdıq. Ona görə o çox xoşlayır qarğıdalı yeməyi. Nə bilim, belə hazır zeytun aldıq. Kilo ilə alınanlar yəni xoşumuza gəlmədi. Ona görə də Savillənin belə hazır qara zeytununu aldıq. Mən qara zeytunu çox xoşlayıram. Bu da belə bir süt burgeri idi. Dadı çox gözəl idi. Gözəl özünə almışdı. Mən də bir qırağından dişlədim dadına baxmaq üçün, amma çox gözəl idi. Gözəl özünə nəsə alsa, mən də özüm biraz baxıram ki, görüm o nə yeyir. Və belə bir kinder, demək qızlar, bu şirniyyatlar kinderdir, ozmodur, bilmirəm, dadına özünüz də baxmısınızsa, həqiqətən o qədər çox, necə deyirlər, çox şirindir də, yəni şokoladdır, amma çox şirindir və adamın boğazını çox yandırır. Mən 1-2 dəfə yoxladım, dedim, gözəl, sən bunu necə yeyirsən də, yəni çox, yəni yandırdı boğazımı, şirinisindən boğazım yanırdı. Bilmirəm, normaldır, yoxsa yəni belə olmalıdır. Burada da axşamdır. Gözələ dedim ki, gəl rəngləmə elə. Gözəl də sağ olsun mənim qabağıma qoydu ki, yox, sən rənglə, sən rəngləyəndə xoşuma gəlir. Mən də onun üçün belə bir labubu rənglədim. Sonra özünə də maraqlı gəldi. Dedi, sən dur, mən davam edəcəm. Ona görə də çəkə bilmədim. Burada da sonradan yoldaşım gəlir və deyir, sizi yeməyə aparacağım. Düzdür, evdə yemək var idi, amma dəyişiklik olsun deyə dedi, gedək bir oturaq. Nə vaxtdır bir yerdə çıxmamışdıq evdən. Ona görə yollanırıq. Demək, Xırdalanda yerləşən bir restorana. Fərqi yox idi. Bunu əvvəlcədən seçməmişdik. Yəni
necə deyirlər, ani olaraq seçdik və getdik. Həmin restoranda bir dəfə də oturmuşduq. Sonradan təmirə bağlanmışdı. Ondan sonra getməmişdik və dedik gedək yoxlayaq görüm necədir. Burada həm də yolumuzun üstündə yoldaşımın da bir işi var idi. Ona görə o da işini bitirir və yollanırıq restorana. Bu restoranın ümumi ab-havası çox xoşuma gəlir. Həm də çox sakit bir məkandır. Digər məkanlar kimi, yəni adamla dolmur. Xırdalanda həmçinin KFC və McDonald's da var. İnanın ki, heç getməmişəm, heç maraqlı da gəlmir mənə, çünki heç sevmirəm. Və belə məkanları daha üstün tuturam, çünki sakit bir yerdir və nə qədər utansam da çəkiliş eləməyə bilmirəm, hələ də alışa bilmirəm. Amma sizin üçün ümumi belə bir-iki kadr çəkdim ki, maraqlı olar. Və Gözələ hamburger sifariş elədik, yanında kartof fri. Biz də özümüzə İskəndər dönər sifariş elədik. Sadəcə mən İskəndəri çox sevmədim, bəyənmədim. Çünki həm ilıq gətirmişdilər, amma ümumi dadı filan çox yaxşı idi yeməyin. Sadəcə mənə ağır gəlmişdi. Qızım ev tapşırığını eləyir. Hazırlıqda hansı ki müəllimə verdiyi ev tapşırığını belə rəqəmlərin üstündən gedir. Mən də onun yanında dayanmayanda yazıların düzəməlli yazmır. Gəlib görürəm ki, heç nə yazmayıb. Ona görə mən də burada oturmaq məcburiyyətindəyəm. Belə kivi doğramışam özümə, qızlar. Bilmirəm heç sınamızsa. Kivinin üzərinə duz tökürəm. Biraz da şüydün o saplaqlarından deyim də, o qalın yerlərindən, sapından xırda-xırda doğrayıb belə qarışdırıram. Duzla şüydün sapını. Çox dadlı olur. Əgər yoxlamamızsa bir sınayın. Çox yaraşır. Kivi ilə duz çox qəşəng yaraşır yəni. Mən də belə yeməyi biraz çox yemişdim. Ona görə mədəm biraz ağırlaşmışdı. Ona görə belə turş nəsə istəyirdim ki, yeyəm. Belə. Bu növbəti gündür və mən yoxlanış üçün həkimə getmişdim. Oradan çıxdıqdan sonra baldızım gilə gəldi. Baldızım ərişdə bişirirdi. Dedim, fürsət bu fürsət. Mən də çəkiliş edeyim. Çünki hamıya yemək videoları çox maraqlı olur. Belə xəmir yoğurmuşdu və demək əti, çəkilmiş əti yağda biraz qovurduqdan sonra üzərinə su aldı. Sonra birbaş soğan, sarımsaq və zirinc əlavə elədi suyuna ki, azca turşuluq versin. Və burada da yuxanı açırdı. Ərişdə kəsdi və Gözəl də həqiqətən dadını çox bəyəndi. Mən özüm də evdə mən heç ərişdə bişirməmişəm, amma mama əvvəllər çox bişirirdi. Ona görə çox da gözəl alınmışdı. Dadı da çox yaxşı idi və Gözəl sevə-sevə içdi.